Yəni İslam dinində belə deyil. Bir bəldədə, bir küfür bəldəsində bir insan çıxıb İslam'a dəvət eləyir və dəvəti dinləyib icabət eləyənlər də kim icabət etdi deyir çox sağ ol, çıxıb gedib öz işi ilə məşğul olur. Bu din belə deyil. Kim belə fikirləşirsə, həmən insan nə bu dini, nə də bu dinin dəvətini anlamamışdır. Yəni biz icabət etdik, gerisi sənə qalıb, özün bilərsən. Allah işi və xeyir versin. Bizimki bu qədər. Biz icabət elədik, çox sağ ol. Biz gedək dinimizi yaşayaq. Sən də öz bildiyi belə. Elə deyil. Dəvətə icabət eləyən adam elə dəvətin yanında olmalıdır. Dəvətə kömək olmalıdır. Dəvətə dəstək verməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm dəvətini tək başına etməyib. Ətrafında olan insanlar Peyğəmbər sallallahu əleyhi və səlləmə dəvət işində yardım ediblər. Allah Rəsulunun dəvətini dünyanın dörd bir yerinə çatdırıblar. Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat edəndən sonra dünyanın dörd bir tərəfinə, şimala, cənuba, şərqə, qərbə, hər yerə bu dəvət aparıblar. Nə ilə aparıblar? Atın belində, dəvənin belində. Heç getdikləri o qövmlərin dillərini də bilməyiblər. Sad bin Əbu Vaqqasın qəbri Çindədir. Məkkə, Mədinə hara, Çin hara. Nə gəzirdi orada? Niyə getmişdi ora? Peyğəmbər sallallahu əleyhi və səlləmin risalətini çatdırmaqdan ötürü. Sahabə qəbirləri var Dərbənddə. Azərbaycana gəliblər. Sahabələr baba Azərbaycana gəliblər. Əbu Əyyub Əl-Ənsarinin qəbri Konstantinopol, indiki İstanbuldadır. Nə gəzirdi orada? 80 neçə yaşında. Şam sahabə qəbri ilə doludur. İndiki Suriya. Hər yerdə sahabə qəbri var. Yüzlərlə sahabənin qəbri var. İndiki Filistin, İsrail, Qüds ərazisi sahabə qəbri ilə doludur ora. Misirdə sahabə qəbirləri var. Mauritaniya, Şinqitdə sahabə qəbirləri var. Afrikanın ortasındakı Çad dövlətində sahabə qəbirləri var. Efiopiyada sahabə qəbirləri var. İraqda sahabə qəbirləri var. İndi niyə bu yerləri sayıram bir-bir? O coğrafiyana fikirləşin ki, nə qədər ərazi eləyir və o dövrün şərtləri ilə. Niyə getmişlər o yerlərə, o torpaqlara? İki səbəblə Allahın dinini iqamə etməkdən ötürü cihad edirdilər və Allahın şəriətini müşriklərə, insanlara çatdırmaqdan ötürü dəvət edirdilər. Peyğəmbər vəfat etdikdən sonra da Peyğəmbərin dəvət işinə xəyanət etmədilər. Ömürlərinin sonlarına qədər ilə həyatlarını o yolda nə etdilər? Xərclədilər. İndi gəlirik bugünə. Bugün insanlar tövhid dəvətinə icabət edəndən sonra nə edirlər? Hara gedirlər? Balaca bir ölkədə yaşayırıq. 10 ildə, 20 ildə müsəlmanlar var ki, iman ediblər. Özünə sual versə ki, 20 ildə Azərbaycanın hansısa bir bölgəsinə İslamı çatdırmaqdan ötürü, dəvətdən ötürü bir günümü vaxtımı ayrı, pulumu xərcləyib getmişəm, yox. İnsan pul qazanmaqdan ötürü özü üçün hər yerə gedir. Bilir ki, hansı ölkədən nəyə gətirsə, kar var. Avropaya da gedir, Rusiyaya da gedir. Hər yerə gedir. Ərəb ölkələrinə gedirlər. Dünya hər yerinə gedirlər. Niyə? Dünyanı əldə etməkdən ötürü. Dininə görə. Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətini çatdırmaqdan ötürü getmək harasa. Dinin gərəyidir.